Dörd tərəfdən çılpaq dağlar, yalçın qayalarla əhatələnən Əylis kəndi orta əsrlər dövründə Naxçıvanın inkişaf etmiş yaşayış məskənlərindən olub. Xüsusilə Səfəvilər dövründə Əylis bölgənin mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi tanınıb. Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığında mövcud olan 3 şəhərdən biri məhz Əylis olub. Əylis təxminən 19-cu əsrin sonlarına qədər bütöv bir Əylis olub. 1806-cı ildə baş verən su basması nəticəsində bölünüb, iki hissəyə aşağı və yuxarı Əylislərə bölünüb. Filologiya elmləri doktor Adil Bağırov Əylis sözünün Əl-Leys, Ağ-Kilis və Ağ-Ulus kimi formalarından bəhs edib. Əylisin qədim sakinləri buranı Ağ-Ulus adlandırıblar. 17-ci əsrdə burada bir çox böyük tikinti işləri aparılmış, Şah Abbasın adı ilə bağlı olan bu gün böyük bir məscid qalmaqda davam edir. Şah Abbas məscidi kimi bu həm də bir məscid kompleksidir. Ona bitişik olaraq mədrəsə fəaliyyət göstərib, eyni zamanda hamam və kəhliz vardır. Və onlar bugünkü günə qədər də qorunub saxlanılmaqdadır. Əylis böyük qala şəhəri idi və cənub hissəsində demək olar şəhərə giriş var idi, qala qapısı adlanırdı. O bir növü belə deyək ki, gömrük küçələrinin xatırladıdır. Hətta Zəkərya Əylisinin Qafqaz Albaniyasının tarixçilərində orada belə bir hadisə xatırlanır ki, hansısa tacirlər gəlib uzun müddət orada şəhər kənarında qalır, yəni şəhərə girməyə icazə verilmir. Əylis çayının üzərində yerləşən və xalq arasında Şah Abbas körpüsü kimi tanınan körpü bir vaxtlar mühüm ticarət və iqtisadi əhəmiyyətə malik olub. Ordubaddan gələn və Əylisdən keçərək Vənət və Naxçıvan istiqamətində gedən yolun üzərindədir. Və bu körpüdən keçərək Bazar meydanına daxil olur və bu gün aşırım adlandırdığımız, bəzi mənbələrdə onu xor kimi də deyirlər, aşırım kimi. Oradan aşaraq demək olar ki, Vənət və Naxçıvan istiqamətində gedən ticarət yolunun üzərində olur. Tarixi abidə olub, onun hər iki tərəfindən adamların belə yıxılmaması üçün hasarı var idi. Təəssüflər olsun ki, 39-cu ildə olan çox güclü sel nəticəsində yığılmışdı. Sonradan insanlar tərəfindən qismən bərpa olunsa da, indiki dövrdə isə yeni bir modeldədir, yeni bir formada həmin körpü bu gün də insanların xidmətindədir. Kəndin şərqi ilə qərbini birləşdirir. 19-cu əsrin 60-cı illərində Əylisdə 50 təzgahdan ibarət ilk ipək sarıma fabriki də fəaliyyət göstərib. Şəhərin mədəni həyatında əhəmiyyətli rol oynamış mədrəsə orta əsrlər dövründə elmin inkişafına böyük töhfə verib. Əylis həm də bir sıra məhəllələri, yəni böyük olduğuna görə bunun xüsusi məhəllələr vardı. Yəni bunlar adlarının bir çoxu bugünkü günə qədər qorunub saxlanır. Yəni bu məhəllələrin hər biri ayrı-ayrılıqda bir kənd bölgüsüdədir. Yəni ki, Əylis o qədər böyükdür. Əylisin meyvələri, ağ kəhatı cəvizi, əriyi, gilası, tutu əvəz edilməzdi. Əylisin daş döşəməli dar küçələri, qədim evləri, tarixi tikililəri, kəhriz sistemləri onun keçmiş şöhrətindən xəbər verir. Bu küçələrdə addımladıqca sanki keçmişə səyahət edirsən. Tarixə Ağ-Ulus kimi düşən Əylis tarixin işığında keçmişlə bu günü birləşdirən yurd yeri kimi özünün min illiklərə dayanan ömrünü yaşayır.